əməkdar artist Cabir İmanovun və ya Tahir İmanovun hansı məzhəb və ya dini hərəkatın üzvü olduğunu bilmirəm. Amma Türkiyədə olduğu kimi, Azərbaycanda da FETÖ təhlükəsi ilə yanaşı sələflik təhlükəsi də mövcuddur. Bu sözləri Qlobal İnfoza ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, insanlar arasında belə fikir formalaşıb ki, saqqallı, balaqdan yuxarı geyinən şəxslər sələfi və ya vəhabi ola bilər. Stat. Lakin bu həqiqəti əks etdirmir. Çünki bugün həmin əqidənin üzvləri saqqalsız və müasir formada geyinərək də tanınır və yaxın çevrələri tərəfindən bilinir. Onlar müəyyən qurumlarda çalışır, söz sahibidirlər. Məclisdə fəaliyyətlərini müşahidə etmək mümkündür. Başqa qurumlarda da onların fəaliyyəti barədə məlumat əldə etmək olur. Mən şəxsən mövzu ilə bağlı çıxışımdan sonra üzləşdiyim reaksiyalardan bunun şahidi oldum. Elşad Miri qeyd edib ki, məzhəbçilik dövlət qurumlarında da müşahidə olunur. Dini qurumlarla iş üzrə Dövlət Komitəsində belə hallara rast gəlmək mümkündür. Orada çalışan şəxslərdən soruşsanız ki, namaz qılmayan, baş örtməyən, oruç tutmayan və ya zina edən şəxslərin hökmü nədir, verdikləri cavablar məzhəblərin təlimindən kənara çıxmır. Buna görə də ciddi təhlükədir. Bu məsələni düzgün analiz, təhlil etmək və üzərində işləmək lazımdır. Dediyim kimi, sələflik məsələsi artıq saqqal və bığla balaqdan yuxarı geyimlə bağlı deyil, tamamilə fərqli bir təkamülə malikdir. Allah Quranda buyurur ki, Allahın ipindən möhkəm yapışın və firqələrə bölünməyin. Məzhəbçilik və təriqətlərə bölünmək böyük günahdır. Təəssüf ki, Azərbaycanda bu sahə ilə məşğul olanların çoxu müəyyən məzhəbin üzvüdür və bu vəziyyət geniş yayılıb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.